Allahın salamı, xeyri, rəhməti və bərəkəti hər bir müsəlmanın üzərinə olsun. Amin. Əziz insanlar, Bəqərə surəsi 170 və 171-ci ayələri zikr edək. İndi görün, ən vacib ayələrdəndir yenə də. Bütün ayələr vacibdir, bəli. 170-ci ayədən başlayıraq. Onlara Allahın göndərdiyinə, yəni Qurana tabi olun. Deyildiyi zaman onlar biz elələrinin olmuyor. Hansı ki onlar deyirlər. Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik. Elə deyirlər. Bizzət mən də qohumlarda da var, yəni ətrafda, tanışlarda. Biz deyirsən ki, bu eləmək səhvdir. Deyirsən, Quranda bu deyilir. Deyirək ki, mən ata-baba neyib, mən nənəm neyib, anam neyib, onu eləyəcək. Atam neyib, nə bilmək də, yəni, bax, biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik, deyirlər. Bəs ataları bir şey anlamayıb, doğru yolda deyildilərsə necə, yenədən onlara tabi olacaqlar. Kafirlər, səda, bunlar yəni kafirdir, yəni Qurana tabi olmayanlar. Kimisə getdiyi yolla gedir, deyirsən səhvdir, yenə də öz dediyindən dönmür. Səsli olanlar, Qurana zid yaşayanlar kafirdirlər. Kafirlər səda və nidadan, yəni ki, çığırtı və bağırtıdan Mürtəzilə yazılıb. Səda və nidadan əslində yazılıb. Kafirlər səda və nidadan başqa bir şey anlamayanlara, yəni heyvanlara bənzəyirlər. Kafirlər səda və nidadan başqa bir şey anlamayanlara, Mürtəzilə yazılıb, heyvanlara bənzərlər. Məndə bu heyvandır, nədir? Kafirlər səda və nidadan başqa bir şey anlamayanlara bənzərlər. Onlar kar, lal və kördürlər. Buna görə də haqqı dərk etməzlər. Onlar kar, lal və kördürlər. Buna görə də haqqı dərk etməzlər. Mən əvvəllər elə bilirdim, lal, kar, kör, məsəl üçün pisdir, yəni elə adamlar. Çünki mən oxumuşdum bunu. Dəydimə bu mütəşabih ayədir, yəni bu açıqlayanı var. Allahımız bir ayədə buyurur ki, haqqa qarşı özünü lal, kar və kör kimi aparanlar mənasını deyirəm. Haqqa qarşı özünü lal, kar və kör kimi aparanlar yaradılmışların ən pisləridirlər. Kafir olmaq, yəni belə bir şeydir. Allah uzaq eləsin, Qurana sımsıqı sarmaq, amin. Yəni, can-ı dildən oxuyaq, bilənlər bilir, bilməyənlər üçün deyirəm. Bu da Quran ayəsidir ki, Quranı can-ı dildən oxumaq, sımsıqı sarılmaq, yəni can-ı dildən oxumaq, düşünərək aramla oxumaq, dərk etmək lazımdır. Səs tərcümə ola bilər ki, məsəl üçün, hansısa cümlədə biraz qondarma kimi gedə bilər. Əslindəni, məsəl üçün, Aydın Mülayim var, bizim Azərbaycanlı olan insan, gözəl ilahiyyətçi, yəni müsəlman, ondan Facebook səhifəsindən, yaxud burada Quranla aydınlanmaq, o Türkiyədə yaşayır, Quranla aydınlanmaq adlı YouTube'da kanalı var, yəni ona müraciət etməklə Qurandakı səs tərcümələri, yəni səs tərcümələrdən düz tərcüməyə keçmək, yəni anlamaq mümkündür. O, tanıdığım ilahiyyətlər içərisində ən düzgün qavrayandır. Sağ olun. Hələlik.